Sabahınız hayır olsun, gününüz aydın olsun. Nergis Hanım yine piyada, yine xəstəxanəyə. Necəsiz, neyinirsiniz? Kısa bir canlı yayın etmək qərarına gəldim. Baxmayaraq ki, gecikirəm. Bildiyiniz kimi hər gün səhər piyada gedirəm işə. Ona görə tələsirəm. Biraz yubanıb çıxmışam. Deməli, sorğu aparmışdım. Mənə baxan izləyicilərim çox hissəsi ağ adamdır, yoxsa qara adamdır? Ağ adamlar onlardılar ki, rahat həyat yaşayırlar. Qara adamlar onlardır ki, əziyyət çəkirlər, işləyirlər, zəhmət çəkirlər. Bayram, bazar, bilmirlər, daim işlədilər. Sabahınız xeyir olsun, sabahınız xeyir olsun, gününüz aydın olsun. Baxın, mən yeni yaşıllıqda gedirəm. Bu səslərə qulaq asın, mənim səsimdən daha qəşəngdir. və sorğunun nəticəsi məlum oldu ki, mənə baxan adamların çox hissəsi qara adamdır. Özüm kimi. Qara adam pis adam demək deyil. Qara adam bəxtsiz adam demək deyil. Qara adam sadəcə zəhmətkeş adamdır. Yəni işdə işləyən, daim iş başında, yorulmaq bilməyən, bəli. Baxın, yaşıllıqlara baxın. Gözəl deyilmi? Baxın, hər gün səhər mən bu yaşıllıqları gəzə-gəzə işə gedirəm, amma bugün gecikirəm. Özdə bizdə Facehunt oldu. Gecikəndə sən düşürsən gecikənlər siyahısına. Ona görə mən də söz götürməyə xoşlayan adam deyiləm. Və həmişə də təbliğ edirəm ki, piyada gedin, gecikməyin. Baxın, probkanı görürsünüz. Baxın, dar küçədə bir dənə bir-birində yol vermək bacarığımız yoxdur. Böyük küçədən, baxın, belə yolla gedirəm, bax. Alleya, bir də ona baxın. Baxın, baxın, baxın. Bu gözəllik deyilmi? Əziz mənim qara və ağ izləyicilərim, hamınızı sevirəm. Özüm də zəhmətkeş adam olduğu üçün heç vaxt elə şeyə pis baxmıram. Hər bir xəstəlik, hər bir depresiya, yeri gəlmişkən, qoy bu sözümü deyim, onu deyəcəm. Hər bir xəstəlik, depresiya, psixi problemlər, hamısı bekarçılıqdan əmələ gəlir, yadınızda qalsın. İnsan nə qədər məşğul olur, nə qədər aktiv həyat keçirir, bir o qədər onun o işlərə vaxtı qalmır. Xəstəliyi vaxtı qalmır və sağlam olur. Sadəcə olaraq hərdən, baxın görün nə alleyə ilə gedirəm. Sadəcə olaraq bir balaca hərdən özünüzə dinclik verin. Düzdür, mən onu bacarmıram. Amma ki, hərdən lazımdır. Bu səhnəni də sizə göstərməliyəm mütləq, bu gözəlliyi. Bugün ayın 12-si, 12 may 2025-ci ildir. Yeri gəlmişkən, əziz heyvan sevərlər, hamınızı salamlayıram. Hamınızın seçimini, görün gözəlliyi, hamınızın seçimini dəstəkləyirəm. Sadəcə olaraq demək istəyirəm ki, çox insanlar heyvanları heyvana görə yox, özlərinə görə saxlayırlar. Ona görə ki, özləri depresiyadan çıxa bilmirlər, psixoloji problemləri olur. Hətta elə bir məsləhət də var ki, yəni psixiatriyada deyir, dərdivi heyvanlara danış. Belə bir temalar da var hətta. Yəni danışmaq lazımdır. Sağlamlığınız üçün çox vacibdir və çox da dəstəkləyirəm. Sadəcə olaraq bir balaca öz sağlamlığınızı da qorumalısınız. Arada da bir balaca məlumatlanmalısınız. Görün buradakı güllər. Solu var artıq, baxın.
çox pis. Öpürəm hamınızı, gecikirəm, oxumağa vaxtım yoxdur. Tələsirəm, dünənləri də ağacları əhəngləmişəm. Ya qolumun ağrısından, inanın Allaha qolumu tərpədə bilmirəm ha. İniltidən ölürəm. Amma nə qədər xeyir iş görmüşəm, nə qədər ağaclara sağlamlıq bəxş etmişəm. Onlar həşəratlardan qorumuşam. Yeri gəlmişkən həşəratlar heyvanlardır. Sadəcə olaraq təbiətə ziyan vuranlar var və onlardan təbiəti qorumaq lazımdır. Yəni biləsiniz, bu şeylərə də çatmaq lazımdır. Hələ ağacın altında uzanmaqla deyil, istirahət eləməklə deyil, həm də o ağaca qulluq etmək lazımdır. Yəni biləsiniz, öpürəm hamınızı, sağ olun, tələsirəm.